Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nazim Əlizadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən apellyasiya protesti təmin edilib. Sabirabad rayon məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib və o dərhal məhkəmə iclası zalından həbs olunub. İttihama görə hadisə 24 yanvar 2025-ci il tarixdə saat 01:00 radələrində Sabirabad rayonu ərazisində yerləşən kəndlərin birində baş verib. Məlumata görə Nazim Əlizadə həmin vaxt sərxoş vəziyyətdə yaşadığı evdə anası zərər çəkmiş Səmayə Əlizadə ilə mübahisə edib. Bu zaman o, anasının bədəninin müxtəlif nahiyələrinə şillə, yumruq və təpiklə zərbələr endirib. Zərbələr nəticəsində qadında burun sümüyünün sınığı və sağ gözaltı nahiyədə pigmentasiya izi yaranıb və bu qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib. Hadisədən sonra Nazim Əlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Sabirabad rayon məhkəməsinin hökmü ilə ona 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi.